Hoş gördük əziz dinləyicilər. Bilirsiniz ki, bu yenidən Rusiya prezidenti ilə Amerika prezidentinin Budapeştdə, Macaristanda bir görüşü keçirilməlidir. Bunun xəbərləri yayılırdı, amma tamamilə darmadağın olmuş oldu. Əvvəla bu günləri Trump isti-isti, yəni nə deyim bilmirəm, amma isti-isti münasibət bildirib, deyib ki, mənim boş vaxt keçirməyə vaxtım yoxdur. Yəni Trump Putinlə keçiriləcək vaxt boş vaxt itkisidir və mənim buna heç də vaxtım yoxdur. Bu bir. İkinci isə Rusiyanın Avropada olan ən böyük neft ayırma və neft toplama bazalarından biri həm Macaristanda partladı, yandı, həm də Rumuniyada. Bu da çox mənalı və çox mətləblərin üzərinə açır belə düşünürəm. Və mən yenə bildirmək istəyirəm ki, Rusiyanın bu sülhə getməsi ki, Putin, daha doğrusu Trump onu çəkir, Putinin o sülhə getməsi belə Rusiyanın faciəsidir. Bəzi insanlar məntiq yürüdürlər ki, baxın, həqiqətən burada olan hadisələr məntiqlidir. Necə məntiqlidir? O mənada məntiqlidir ki, Rusiya sülhə gedə bilməz. Rusiya sülhə gedə bilməz. Rusiya bilir ki, Budapeştə getmək onun həm canı üçün təhlükəlidir, həm onun siyasi karyerası üçün təhlükəlidir. Sən nəyə gedib sülhə can atacaqsın? Ona görə də sülhə getməmişdən qabaq belə bir sözdür ki, Donbası mənə verin. Aydındır ki, bilir ki, bu sözü dedikdən sonra onu rədd edəcəklər ki, cəhənnəm o səndən boş vaxt itirmək mənasızdır deyəcəklər və belə də deyildi. Çünki Rusiya faciənin içindədir. Rusiyanın müharibəni saxlaması, o 600 min baş kəsənin Rusiyaya dağılması və Rusiya hakimiyyətinin yıxılmasına gətirib çıxaracaq. Onun daha çox iqtisadi cəhətdən böyük yara aldığının göstəricisi olacaq əgər müharibə bitərsə. Bu bir. İkinci, müharibə bitərsə aydın məsələdir ki, Ukraynanın müttəfiqləri olan o qətiyyətlilər koalisiyasının bir yolu var. Deyir, bizim ordumuz, NATO'nun ordusu gəlməlidir Ukrayna ərazisinə və Ukraynaya təhlükəsizlik qarantiyası verməlidir. Bu nədir? Bu da Rusiyanın faciəsidir. Yəni Rusiya arxaya da gedir, faciə içərisindədir, qabağa da gedir, faciə içərisindədir. Mən əvvəldən dedim ki, bu görüşün də bir mənası yoxdur. Bu görüşün mənaya çevrilməsinin, bu müharibənin bitməsinin bir dənə çıxış yolu var ki, mən düşünürəm indi bundan sonra Trump yenidən bunu ortaya atacaq. Hər görüşdən sonra Trump Ukraynaya yardım edir və daha çox yardımları və daha çox o silah keyfiyyətini artırır. Və bu günlərə də Tomahawk raketləri və digər dəqiq raketlər də verilməlidir ki, Rusiyanın ana yerləri də vurulsun, Rusiya biraz da çöktürülsün ki, növbəti masa məsələsi ortaya atırsın ki, gedək görüşək, atəşkəsə gələ. Yenə razılaşmayacaqsa, yenə daha ciddi silahların verilməsi və Rusiyanın başına oyun açılmasına gətirib çıxarır. Yəni bu silsilə Rusiyanın tükənməsinə qədər davam edəcək. Ona görə də bu görüşlərin artıq bir mənası yoxdur. Bu günləri o Napolyon, o balaca Zelenski, bugünün 21-ci əsrin Napolyonun əlinin həddindən artıq güclüdür. Hətta Amerikadan da, Rusiyadan da güclü vəziyyətdədir bu günlər Ukraynanın vəziyyəti. Təşəkkür edirəm diqqətinizə görə.